Tərəfdən baxında Sevinç xanım, bəlkə artıq bilirdilər ki, Prezident İlham Əliyev gəlməyəcək və bildiklərinə görə də biz də belə bir, bax belə, heç olmasa xırda da olsa, balaca da olsa, öz aləmlərində də belə bir pislik eləyək, deputatımızı belə deyək, aşağılayaq, Azərbaycan deputatını aşağılayaq və göndərək. Toxunulmazlıqla bağlı Azərbaycan ərazisində o toxunulmazdır. Rusiya ərazisində o toxunulmaz deyil. Yəni o istənilən vətəndaş kimidir, fərqi yoxdur. Sadəcə diplomatik pasportu var. Bütün bizim parlamentariyaların diplomatik statusu var, pasportları var. Bəli, fakt bu, qanun da budur. Və diplomatik pasportu olan bir şəxsə qarşı belə bir addımın atılması, hələ millət vəkilliyini qoyaq bir qırağa, sayğısızlıqdır. Amma tərsdən baxanda bəlkə bilirdilər artıq ki, Prezident İlham Əliyev getməyəcək. Bilirdilərsə, nə eləyə bilərik? Bax, bir neçə günlük qalınca da dəqiq bildirər ki, getməyəcək də, gəlməyəcək. Nə eləyə bilərik? Gəlin nəsə eləyək. Ya nəsə eləyək, ya gəlin deputatlardan birinə belə bir hadisə. Bəlkə mən düşünürəm, bəlkə bir neçəsinə də eləyə bilərlər. Dedilər ki, biri bəsdir. Çünki Badamovun da Valuyevlə bağlı çox kəskin açıqlamaları var idi. Yəni bunun tərsi də var. Tərsi də var. Mən düşünürəm ki, belə də ola bilər. Azərbaycan prezidenti diplomatik kanallarla bəlkə də bundan öncə bildirib ki, gəlməyəcək. Məsələn, bunun fəsadları nə ola bilər? Baxın, indi biz bilirik ki, Rusiya heç bir halda gücünün nə qədər olmasından asılı olmayaraq heç bir şey cavabsız da qoymur. Az öncə dediyim kimi yaralı Rus sayısının hara pəncəsini sağa-sola ilişdirəcəyi bəllidir. Gözləmədiyimiz halda bizim təyyarəmizi vurdular. Heç bir ortada gərginlik olmadığı bir halda, heç bir belə deyək də qalmaqalımız, belə deyək, qarşı durmamız olmadığı bir halda qəfil şəkildə nə qədər insanımızın ölümünə səbəb olan bir zehniyyət var ortada. Və indi isə çox böyük, bu parad elə bir şeydir ki, hava məkanı bağlanır. Ona rəğmən bəzi belə rəhbərlər gəlirlər, Azərbaycan üzərindən gedəni var, başqa ölkələr üzərindən gedəni var və bu onlar üçün çox stratejidir və Azərbaycan çox rəsmi və sərt bir şəkildə gəlməyəcəyini prezident bəyan edir. Bunun cavabı necə ola bilər? Təxmin edilə biləcək cavablar. Birincisi, gəlin 9 mayın niyə bu qədər önəmli olduğundan danışaq da, söhbət tək 80 illik məsələsi deyil. Putin və komandasının digər təməl yarada biləcəyi hekayəsi yoxdur. Yəni, Rusiya cəmiyyətini konsolidasiya edəcək, Rusiya cəmiyyətinin hissləri ilə oynaya biləcək, yaxşı mənada və pis mənada, hər iki mənada oynaya biləcək. Belə bir hekayəsi yoxdur. Yeganə hekayə 9 maydır. Çünki Rusiyada hər bir ailədə kimsə həlak olub, kimsə iştirakçı olub, veteran olub, ya arxa cəbhədə, ya ön cəbhədə. Yəni, bu elə bir hekayədir ki, Putinin legitimləşdirilməsi yolunda, cəmiyyətdəki rolunun artırılması yolunda Putin üçün çox vacibdir. Çox vacibdir. Yəni, başqa nə hekayə qurubdur ki, bax, 25 illik idi də hakimiyyətini. Nə qurub, bax, hansı hekayə üzərində öz cəmiyyəti ilə dialoq qura bilər? Qura bilmir. Problem də bundadır. Ona görə də 9 mayın önəmi bir tək 80 illik məsələsi deyil. 9 mayın Putin üçün bir neçə önəmli tərəfi var. Bir, mən izolyasiyada deyiləm, qonaqlarım gəlir, qonaqlarım gedir. Hətta bəzi ölkələrin belə də iştirakı sual altında olsa da gördünüz. Mən Vučić məsələn gəldi, öz Azərbaycan üzərindən getdi. Ən vacibi Si gəlir. Yəni Kubanın prezidenti oradadır. Yəni Afrika ölkələrinin bəziləri gəlib. Yəni mən izolyasiyada Braziliya prezidenti gəlir. Orban deyir, nə olursa olsun gələcək. Yəni bax belə bir izolyasiyadan çıxmış və bu yeni də bir tendensiya deyil. Yeri gəlmişkən 2 ildir Putin bunun üzərində işləyirdi və BRICS-in Kazan toplantısı bunun bir pik nöqtəsi oldu. O 48-ə yaxın dövlət və hökumət partisi getmişdi Kazana. Bu da kifayət qədər ciddi bir məsələ idi və yeri gəlmişkən Avstraliya Avropa Birliyinin izolyasiyasının baş tutmadığının göstəricilərindən biri 9 may paradı deyil. Məhz BRICS görüşü oldu. Yəni bu bir hadisə. İkinci hadisə bayaq dediyim legitimlik və hekayə quruculuğudur ki, bax, bizim atalarımız, dədələrimiz, babalarımız faşizmə qalib gəliblər. Bizdə indi Ukraynada faşizm var. Biz o faşizmə qalib gəlirik. 2-ci Dünya müharibəsini, nöqtəsini indi qoyacağıq. Bu da bir hekayə. Üçüncü hekayə ondan ibarətdir ki, gənclər, bax, bu yaxınlarda bir maraqlı statistika gördüm. Rusiyanın müqavilə ilə gedib vuruşanlar var. 205 min rubla görə. Arvadı evdən qovur ki, get vuruş, ölsən lap yaxşı. Bax, onların yaş ortalaması 48-dir. Bu niyə belədir? Bunlar Soveti son görən nəsillərdən biridir də. Yəni, Sovetin gənc getmir ora. Gənc gedib müqavilə bağlayıb, məsələn, ən Kursk ətrafında bir böyük bir hərbi hissənin yaş ortalamasına baxıblar. Görürlər ki, gənclər orada 5% də yoxdur heç.
Yəni 30 yaşına qədər ola.